Bölgə TV xəbər verir ki, sosial şəbəkələrdə şəhid atasının Şəmkir rayonunda yerləşən stasionar postda yol polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı video müraciətləri yayılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə sürücü Vüqar Həsənov Göygöl rayon sakininə məxsus olan nəqliyyat vasitəsini hüququ olmadan idarə edir. O, şəhid atası olduğunu əsas göstərərək müvafiq sənədlərin olmadığını bildirib və üzərindəki geyimi qəsdən cıraraq ona təzyiq göstərilməsi ilə bağlı video çəkilişlər aparıb. Dilbər Vüqar qızı, Bölgə TV.